Bəli, mən bilirəm ki, Adil hakimin hökmü barəsində rəhbərin təvaqquf eləmişdi. Nə müsəlman demirdi, nə də kafir demirdi. Buna deyilir təvaqquf, hökm vermir. Mən bilirdim bunu. İndi də bilirəm bunu. Bu tək mən bilmirəm. Bunu hamımız bilirsiniz də indi. Təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Və gəlib tez-tez soruşurlar ki, nə görürsən onu, nə görürsən. Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şeydir, filan şey, hansı ki, yəni əməl olaraq özü-özlüyündə nədir? Küfrü əməllərdir. Adil hər bir suala verdiyi cavabda əvvəl ona edilən ittihamı rədd etsə də, sonra dolayı yollarla özünün elə həmin, bəlkə də özü də istəmədən elə həmin etiqadda olduğunu ortaya qoyur. Buyurun, indi əlhamdülillah həmin səs-yazılarından bir təqdim edirəm. Buyurun. Bismillah. İradə qalmış, deyirlər ki, rəsm qeysi ki, güc olarsa onlar çıxmır. Bunlar hamısı yalandır. O sənət var. Yalandır. Bunlar hamısı yalandır, elə şey olmuyor. O vaxtda danışılanda görüş olaraq Əhl-Sünnədən belə bir şey gətirilib. Məsələn, orada güc olarsa və heç bir fəsad olmazsa, yəni bu şərtlər var da. Yəni bu Əhl-Sünnənin yəni görüşlərindən biri olaraq alimlər kimsə İbn Həcər rahimehullah Fəthül Baridə Əhl-Sünnəyə mənsub edərək gətirir deyə belə bir şey gətirilib. 6 alim kimdir 6 alim diye? Mesela Abdullah Bukhari, Şeyh Behmuz ne don? Bezmul. Sonra Ubeyr Cebri, sonra Şeyh Rabi ve Şeyh Rabi'nin yanında olan onu destekleyen şeyhler. Bu hamısı cahiliyim onu. Yani olan hamısı bir dəstədə yerigen başka kim var? Yani olan hamısı bir dəstədə yerigen başka kim var? Bir de deyirlər ki, bu hansı alimi qurmaq istədir? Abdullah Bukhari haqqında Abdullah Bukhari deyir, Abdullah Bukhari o Hafiz olmayan bize doktora girmiş. Neçə yılında bu? 16 yıl olarda, 15 yıl təyində. Bu da ağzına yan danışırdı. Yani biz onu cemaat dedik, bu silah olur. Hətta orada tərkib var, silah şeyhlərdən üniversitetin özündə. Digər Şeyh Abdullah Atif var. Ondan soruşuram, deyəm ki, bu nə demək? Onlar da bilirlər ki, bu düzgün eləmir. Hətta Şeyh Tarif Məlik gözdən söz dedik ki, adil deyir. Deyir, ağıllı insan İslam'a gəlir, biraz da gözəlləşir, amma səfih İslam'a gəlir, kör uyur. Mən getmişəm onun yanına. Sonra mənə Yəmən uşaqlar dedi ki, belə danışır. Və götürüm yanına, dedik, mən Yəmən istəyəm gəlmişdi. Gələn də istərsən məni tanımadan nə danışırsan? Və danışanda görürsən ki, sözündən qaçdı. Və sonra hətta il yaxında işmişəm Libya'dan ya da Tunis'dən qardaşlar gəlib tükürürlər üzünə ki, onun sözünün üzərində qırğınlar çıxıb. Yəni bu arxadan danışır, amma bizə çıxa bilmir. Yəni biz tanıyırıq da kimdir o? Amma qaldırmaqdan deyil ki. Şeyh Rabi əvvəl həmişə bizə təhliliyə qarşı idi, vururdu. Yəni onun hamısı 250 razı idi. Amma axır vaxtlar isə yəni sələfilərə qarşı olduğuna görə, sələfilərə də yəni şeyh yəni cərh elədiyinə görə Şeyh Abdullah razılaşmıyor. Minbərdən dua, ümumiyyətlə, yəni bu belədir ki, biz yəni duanın formaları var. Raşidi xəlifələrin dövründə olmayıb və sonra tabiinlərin dövründə də olmayıb, sonradan olub. Sonradan bir sünnə kimi çıxıb ortaya. Siz yəni ölkə başçısınız, Müsəlman görürüksünüz. Yox, müsəlman yox. Əsas ondan deyir. Deyir, dua eləməyi girənlikdən görürsünüz. Yəni onun yaxşı islahı üçün dua eləmək. Yox, yalan deyir. Biz deyir, islah gəlib, hidayət gəlib, yəni başqa cür elənməsi, özdəki bu dua nə? Dua əslində ixlas məsələləridir. Belə aşkarda eləmək, o bir növ yaltaqlığa daxildir. Belə aşkarda eləmək, o bir növ yaltaqlığa daxildir. Belə aşkarda eləmək, o bir növ yaltaqlığa daxildir. Salih Əli-Şeyh də gətirir ki, hətta xütbələrdə, bu sələfin yoluna olmuyor. Xütbələr gəlir, bəzi xütbələr var. Əbi Bəkr və Uthman və Ali və Ali sahabəti əcməin və belə dualar keçirir, bidətdir deyir. Yəni xəlifələrə belə duanın olunması sələfləri gəlmir. Nə deyə özümüzdən şey çıxar da? Yəni varsa da, elhamdülillah, insan ümrəyə də gidir, həccə də gidir, səcdəsində duan eləməlidir. المعتزلة أتباع واصل بن عطاء تلميذ الحسن البصري، كان من تلاميذ الحسن البصري رحمه الله إمام التابعين. لما سئل الحسن البصري عن مرتكب الكبيرة
هل هو كافر أو مؤمن؟ قال رحمه الله: مرتكب الكبيرة فاسق وليس بكافر، مؤمن لكنه ناقص الإيمان، ناقص الإيمان وليس بكافر. قال الواصل بن عطا تلميذه: أما أنا فأقول ليس بمسلم ولا كافر، هو في المنزلة بين المنزلتين. فأحدث هذا المذهب المنزلة بين المنزلتين، لا مسلم ولا كافر. هو أحد من الخلق ليس بمسلم ولا كافر، لا بد أنه يكون إما مسلم وإما كافر، والمسلم قد يكون ناقص الإيمان وقد يكون كامل الإيمان. فاعتزل مجلس الحسن وانضم إليه أتباعه وسموا بالمعتزلة لأنهم اعتزلوا مجلس الحسن البصري. وهذا يقول: ما حكم دعاء لولي الأمر على المنبر سواء كان في خطبة الجمعة أو غير ذلك، وما رأيك في عدم تجويز الشاطبي ذلك في كتابه الاعتصام؟ الدعاء لولاة الأمور لم يكن في عهد الخلفاء الراشدين، وظهر في آخر عهد الصحابة وفي عهد التابعين، واستمر سنة إلى يومنا هذا. وسبب ذلك أنه لما ظهرت الخوارج، وكان الخوارج يرون التدين ببغض ولاة أمور المسلمين وكراهتهم والخروج عليهم، خالفهم أهل السنة بالدعاء ظاهرا على المنابر بالعلن لولاة الأمور. وكان السلف يدعون لولاة الأمور في الخطب وفي غيرها. وقال أحدهم: لو أعلم، يروى أنه الإمام أحمد ويروى أنه الفضيل بن عياض، لو أعلم أن لي دعوة مستجابة لجعلتها للسلطان. لماذا؟ لأن السلطان إذا صلح أصلح الله به الرعية. الدعاء للسلطان مهم جدا. وبعض المتعالمين الآن أو الشاعرين يقول الدعاء للسلطان هذا معناه محاباة، وأيضا هذا معناه تشجيع للسلطان على الجبروت وعلى الطغيان، بينما العكس. السلف يقولون: إذا رأيت الرجل لا يدعو للسلطان فاتهمه، يعني اتهمه برأي الخوارج. السلف يقولون هذا: إذا رأيت من لا يدعو للسلطان فاتهمه، يعني له رأي آخر غير رأي المسلمين. Adillik gələndə sən desin ki, şahidim var. İndi mən heç Adilin də tərəfdarı deyiləm, amma bilirəm ki, Adil gəlib haqqa daha yaxındılar. Və Adilin hələ deməyi, niyə görə o hələ misal üçün bəzi yerlərdə belə deyib, bəzi yerlərdə. Ona görə Adil haqqı deyib ki, məsəl, amma eşitəndən sonra ki, o stukaçlar var idi, gidib stukalıq eləyirdilər, çatdırırdılar qamətə ya. Ona görə sonra sözündən dönür, bilirdi ki, o qamət ona problem eləyəcək. İlədi də, başa düşdün. Ona görə o yaxın qardaşlara haqqı deyirdi, necə var, lazımdır, hələ deyirdi. Amma sonra belə o söhbət açılandan sonra başlayırdı, dedi ki, mən deməmişim. O da səbəb ki, yağın ehtiyat edirdi ki, o fitnə qalxacaq, söhbət və qamət onun torbasını tikəcək, ona görə idi. Başa düşdün, qardaş? Sən indi bilmirsən, sənin başın girən yer deyil də, qardaş, bu məsələlər. Sən o ki, dini öyrən. Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır. Düz deyir.